Salam, bugün 26 apreldə keçiriləcək 10-cu siniflərin informatika suallarının izahlarına baxırıq. Deməli, birinci başlayırıq birinci sualımızdan. Deyir, HTML kod fraqmenti nəticəsində web səhifədə nə əks olunacaq? Baxırıq, ümumiyyətlə sözümüz U teqlərinin arasında yazılıbsa, bu sözlərin altdan xəttli formada əks olunacağını bildirir. Deməli, hər bir sözün altından altdan xətt formada əks olunacaq. Amma burada examination sözü sırf B teqlərinin arasında əks olunubsa, deməli həmin sırf examination sözü qalın şriftlə əks olunacaq və digərləri isə sadə formada qalacaq. Yəni bizim bir dənə olan uyğun variantımız C variantıdır. Digərlərində həm altdan xətt çəkilməkdə problem var, həm də hamısı qalın rejimlə digərləri, yəni uyğun gəlmir. Cavabımız olacaq 1-ə C variantı. İkinci sualda deyir 10 terabaytın 25%-nin yarısı neçə baytdır? Ümumiyyətlə 10 terabaytın 25%-i onun 1/4 deməkdir. Yəni 10 terabayt 25%, yəni 25 bölünsün 100-dür da. Yəni 10 terabayt vurulsun 25 bölünsün 100. O da 1/4 eləyir. Bir də bizə deyir ki, bu 25%-nin yarısı neçə baytdır? Bunun da yarısı bizə verir 2-də 1-i. Yəni tərs vurulanda 2-də 1-ə çevrilir. Yəni 10 terabaytın 8-də 1-indən söhbət gedəcək onda. Bu hissəni düzəldək. Bunu edək artıq birbaşa 8-də 1. İndi bizdə terabaytdır. Eyni zamanda bu terabaytdan bayta keçməyimizi istəyir. Terabaytdan bayta keçəndə də vurmalıyıq 2 üstü 40-a. Yəni burada biz belə bir şey alacağıq. 10 bölünsün 2 üstü 3 terabayt. Və bunu da 2 üstü 40-a vursaq, ixtisarlarımız gedir. Burada qalacaq 2 üstü 37. Bunu da nə formada yaza bilərik? 10-u 5 vurulsun 2 kimi yaza bilərik. 5 vurulsun 2 vurulsun 2 üstü 37 kimi yaza bilərik. Bu da bizə nə verəcək? 5 vurulsun 2 üstü 38 verəcək. 5 vurulsun 2 üstü 38. C variantı. Üçüncü sualda deyilir, daxili yaddaşı seçin. Təbii ki, daxili yaddaş qurğumuz RAM-dır. Amma DVD-R, CD-R, HDD, disket bunlar xarici yaddaş qurğularımızdır. Şəkildəki A, B, C, D, E, F, G, H, I, J, K şəhərlərini birləşdirən yolların sxemləri verilib və hər yolla yalnız oxla göstərilmiş istiqamətdə hərəkət etmək olar. A şəhərindən K şəhərinə getmək lazımdır, amma H şəhərindən keçməklə getmək lazımdır. H şəhərindən keçməklə deyirsə, o zaman H şəhərindən keçməyənləri silməliyik. Baxırıq, H şəhərindən hansı yollar keçmir. Ümumiyyətlə, H-dan gəlib keçməyən yollarımız, baxın, burada D-Y yoludur. D-Y yolu, D-K yolu və D-I yolu. Bunların heç biri gəlib H-dan keçib getmir. Bir də burada var, başqa nə var baxaq. Təbii ki, burada artıq Y-dən K-da silinir və C-dən D yolu da silinir. Qalan yollarda problemimiz varmı? Yoxdur. Çünki fikir versək, gəlib ən azından H-dan keçib gedir. Bu isə H-ı görmür ümumiyyətlə. Bunu da silmək olar buradan. Baxaq indi digər yollarımıza. Deməli, birinci A-dan başlayaq və yollarımızı çəkək. 1, 1, 1 və 1. Həmişə bilirik ki, birinci A-dan çıxan yollarımıza 1, 1, 1 formasında yazmalıyıq. Üzərinə çəkilərini. Deməli, B-yə 1 daxil olacaq. C-yə 1 daxil olur deyə C-dən 1 çıxacaq. F-ə 1 buradan 1 buradan 2 daxil oldu. 2 çıxdı.
və haşa 2 buradan, 2 də hərəsi 1 buradan 4 daxil olur deyə haşdan da 4 çıxır. C-yə baxırıq, C 4 daxil olur, 4 çıxacaq. Və i-yə baxırıq, 4 buradan, 4 buradan 8. J-dən k-ya 4, 8 buradan, 4 buradan 12 verəcək bizə. Yəni 4 olacaq y variantı. Baxaq digər sualımıza. 5-ci sualda deyir ki, avtomatik qrupu girişə verilən ədədləri müəyyən qanuna uyğunluqla emal edir. Qanuna uyğunluğa əsasən boş xanaya uyğun ədədi müəyyən edin. Deməli, burada baxaq, girişə 1, 2, 1 verib, çıxışa 2, 4, 2 çıxardım. 4, 0, 4 verib, 8, 0, 8 çıxardım. 3, 2, 1 verib, 4, 4, 4 çıxardım. Onda burada məlum olur ki, artıq. Deməli, bu üç rəqəmli ədədlərin birinci və sonuncu ədədlərinin cəmidir. Bax, bu kənarda verdikləri ədədlər. Ortadakı ədədin də 2-yə vurulmasıdır. Eyni zamanda yenə baxın, kənardakılar cəmlərdir. Bizə 8, 8-i verdi. Yəni, bu 2 dənə ədədin cəmini bunun kənarlarına yazırıq. Ortadakının 2 qatı. Kənarlarının cəmi ortadakının 2 qatı. Onda olacaq 4 ilə 1-in cəmləri bizə 5, 5 verəcək burada. 5, 5. Ortadakının da 2 qatı 4. Bu da bizə onda verəcək C variantı. Gəldik 6-cı suala. A-qara təsvirin 16-lıq say sistemində kodlaşdırılması neçə 16-lıq rəqəmindən ibarətdir? Birinci biz tapmalıyıq ki, görək burada neçə ikilik rəqəmimiz var. Neçənin neçəyə bir fiqurdur bu. 1, 2, 3, 4, 5, 6, 7. Beləsinə də sayaq. 1, 2, 3, 4, 5, 6. Yəni, deməli, bu 6-nın 7-yə bir ikilik rəqəmlərdən ibarət fiqurdur. Deməli, bu 42 dənə bunun daması var. Yəni, 42 dənə daması var o deməkdir ki, bu kvadratlar, yəni bizim 0,1-lərimizin sayını bildirir və burada 42 ədəd 0,1 mövcuddur. Amma indi məndən bunu 16-lıq say sistemində kodlaşdırmağımızı istəyir. Təbii ki, 42 rəqəmli ikili ədədi, 42 rəqəmli ikili ədədi 16-lığa keçirtmək üçün 4-4 ayırmaq lazımdır deyə 4-ə bölürük. 4-ə böləndə, 42-ni 4-ə böləndə hardasa bizə düşür 10 tam neçəsə. 10 tam neçəsə. Təbii ki, biz deyirik ki, bu 10 tam neçəsi odur ki, 42 rəqəmli ədədi 16-lıq say sisteminə keçirəndə əgər 4-4 ayıranda bizə bax 10 rəqəmli tam 16-lıq ədəd verir. Yəni 10 rəqəmli 16-lıq ədəd verir. Amma deyir ki, yaxşı, onu tam ayrılır. 16-lıq ədəd alınır 10 rəqəmli. Axı, burada qalığımda qalıb. Deyir, o qalıqda qalan nədirsə, burada bir dənə belə ayrılma baş verir. Burada da bir dənə ayrım baş verir. 10 dənə burada ayrım baş verdi. Bir dənə də burada ayrım baş versə, 11 rəqəmli 16-lıq ədəd alınır. 11 rəqəmli 16-lıq ədəd. O da olacaq B variantı. Davam edirik. Deməli, 7-ci suala baxaq. Cədvəldə deyir, sorğular və ona axtarış nəticəsində cədvələ əsasən təhsil tədris sorğu nəticəsində tapılan səhifələrin sayını müəyyən edin. Bu sualı həll etməyimiz üçün bizə bir yer lazımdır. Bunu götürək və burada həll edək. Deməli, baxaq bizdə nələr var. Bunu Venn diaqramla da həll edə bilərik, düsturumuzla da həll edə bilərik. Birinci Venn diaqrama baxaq. Deməli, bizə üçlü Venn diaqram lazımdır. Bu formada bir Venn diaqramımız var. Deyirik Venn diaqramda bu olsun təhsilin Venn diaqramı. Bu olsun, burada bir dənə düşədir, təhsildir bu. Aha. Bu olsun tədris. Aha. Bu isə olsun
təlim olsun. Bu da təlim. Aha. Bizə nə deyir? Deyir ki, hər birinin özünə uyğun səhifə sayları var. Tədris and təlim 150-dir. Tədris and təlim. Baxın, tədrislə təlim deyirsə, bax bu hissəyə düşür. Bax bura deyir 150-dir. Ümumi olaraq 150-dir. Təlim or təhsil 610-dur. Tədris or təlim or təhsil 680-dir. Bu nə deməkdir? Baxın, bu vara təlim or təhsil. Bu bura düşür. Təlim or təhsil. Bu. Bu Venn diaqramımız və bu Venn diaqramımız bir yerdə deyir ki, 610-dur. Amma deyir bu ümumisi isə 3-ü bir yerdə isə 680-dir. Deməli, mənim əgər tədrislə təlimimin birləşməsi 610, ümumisi 680-dirsə, mən ümumi 680-dən 610-u çıxmalıyam. Bax, burada qalan bu boşluq hissəsini, bax, bu boşluq hissəsini tapmaq üçün. 680-dən 610-u çıxıram. Deyirəm ki, bax, bu boş hissəyə məndə qalır 70. Sonra nə edirik? Deyir, təlim, təhsil, tədris 0-dır. Yəni, üçünün birləşməsi, daha doğrusu kəsişməsi, baxın, bura düşür də 0-dır, deyir bura. Deyir, bura 0-dır. Yazaq bunu, bura 0. Onda elə bizə tədrislə təlim 150 qaldı. Bura 0-dır, elə burada 150-dir da. 150. İndi bizə nə lazımdır? Bizə deyir ki, təhsil tədris sorğusu nəticəsində təhsillə tədrisin kəsişməsini istəyir. Təhsillə tədrisin kəsişməsi. Deməli, tapa bilərik artıq. Baxaq, bu ikisinin kəsişməsi, baxın, bura düşür. Deməli, bizim sorğumuzun ümumi nəticəsi, təhsilin yəni ümumi nəticəsi 270-dir. 270. Tədris isə buradan tapa bilərik. Baxın, belə eləyək. Belə yox da, bu Venn diaqramı bu formada çəksək bizim üçün daha rahat olar deyə düşünürəm. Baxın, bir dənə bu formada çəkəcəm ki, daha uyğun cavabı tapmaq üçün. Deməli, Venn diaqramımız bu formada olsa daha yaxşı olar. Bu formada və digəri də bunun yanında. Belə. İndi artıq bu formada daha rahat tapa bilərik deyə düşünürəm. Deməli, bura dedik, bu təlim olsun. Bir də burada kəsişmələri düzgün qoyaq. Bunları Venn diaqramlarımızı düzgün çəkək. Təlim olsun. Bu tədris olsa daha yaxşı olar. Çünki arada kəsişmələr filan var. Tədris və bu da təhsil. Artıq rahat tapa bilərik. Deməli, məndə deyir ki, təlimin özü 270-dir. Bunu mütləq qeyd edək. 270. Tədrisin özü 340-dır. Və təhsilin özü, daha doğrusu tədrisin özü 290-dır. 390. Və təhsilin özü 340-dır. 340. Artıq həll edə bilərik. Bizə deyir ki, tədrislə təlimin kəsişməsi 150-dir. Bax, bura 150-dir. Əgər bura 150-dirsə və təlimin özü 270-dir, sonra bura neçə qalır? 120 qalır. Bu aydındır. İndi başqa nə deyir? Deyir ki, üçünün kəsişməsi 0-dır. Bizdə nə yoxdur? Bizdə təhsillə tədrisin, baxın, bu kəsişməsini istəyir. X. Oldu. Deməli, 290. Deməli, bizdə bura 390-dır. 390-ın 150-si buradadır. Yerə nə qədər qalır? 140-ı qalır. X-i də buradadır. Deməli, mən bu ortaya 140 çıxılsın X yaza bilərəm. 140 çıxılsın X. Bunu da yazdıq. Sonra bizə nə deyir? Deyir ki, buranın da özü 340-dır. Burada 340 çıxılsın X yaza bilərəm.
Bunu yazandan sonra deyirik ki, bax buradakı 120 plus buradakı 150'miz plus 140 çıxılsın x-imiz plus x-imiz və plus 340 çıxılsın x-imiz. X-imiz bərabərdir. Nə qədər? Üçünün birləşməsini bizə nə qədər verib? 680. 680. Buradan da tapaq. Buradan onsuz da bu x-lər gedir. 120, 150. Hardasa bizə, baxın, buradakı x. Bu x verər. 120, 150, 200, 170, 340. Bu da 680-dən belə çıxsa, 750, 680, 70 verəcək bizə. 70. 70 verir. Aha, bizdən də nə istəyirdi? Baxaq, təhsillə tədrisin kəsişməsini istəyir. Onda elə cavabımız olacaq 70. 70. Yəni cavabımız olacaq A variantı. Qaydaq sualımıza A variantı. Gəldik, bütün komitələrin eyni hüquqa malik olduğu şəbəkə növü bilirik ki, tay tuşlardır. Python dilində tərtib olunmuş proqramın nəticəsini müəyyən edin. Həmişə bilirik ki, return-dən aşağıya baxmalıyıq. F2143 deyir get hesabla def-də. Bax, bu qiymətləri qaytarıb gətiririk bura. Bunda olacaq A2, B1, C4, daha doğrusu C4, D-də 3. İfimə baxıram, yoxlayıram. Ənd var ortada. Əndin hər iki tərəfi true olmalıdır, yəni doğru olmalıdır. A D-dən deyir böyükdürmü? A D-dən böyük deyil. Çünki 2 3-dən böyük deyil. Avtomatik şərtimiz səhvdir. Düşdüm elifə. A C-dən deyir böyükdürmü? A C-dən böyükdürmü? Xeyr, deyil. Amma orun ən azından bir tərəfi doğrudursa, doğrudur cavabımız. Baxaq. Elifdən orada bu tərəfə BD-dən böyükdürmü? Deyil. Elifimiz də ödənmədi. Onda baxırıq else. Else bərabərdir. D plus, yəni D plus 3 plus B vurulsun C. B-ni C-yə vuranda bizə 4 verir. Çıxılsın A, yəni 2 verir. Bu 7, 2, 5. Cavabımız olacaq 5, yəni bizə 5 qiymətini qaytardı return. Python dilində tərtib olunmuş proqramın nəticəsini müəyyən edin. Baxaq, AB verilib 16, 24. Bizdə 16 ilə P bərabərdir 16 ilə 24-ün hasilini istəyir. 16 ilə 24-ün hasili bizə verir 384. Düşürük while-a. While-da şərtimiz ödənənə qədər gövdə davam eləməlidir. A B-dən fərqlidirmi? Bəli, hal-hazırda fərqlidir. Bəs A B-dən böyükdürmü? Deyil. Ona görə düşdüm aşağı. Deyir B bərabərdir, B çıxılsın A. B-dən A-nı çıxanda bizə verəcək 8. Artıq B-nin təzə qiyməti 8-dir. İndi A-nın 16 qiyməti ilə 8-i y-nin yanında müqayisə edirəm. 8 16-dan fərqlidirmi? Bəli. Bəs 16 8-dən böyükdürmü? Bəli. Onda A-dan B-ni çıx. Yəni 16-dan 8-i çıx, düşsün 8. Artıq A-nın da B-nin də qiyməti 8-dir. Deməli, artıq mən şərtə qayıtsam 8 8-dən fərqli deyil deyə düşürəm, daha doğrusu dövrdən çıxıram. R bərabər P bölünsün A. Yəni, P-miz 384-dür. 384-ü A-nın son qiyməti olan 8-ə bölürük. Bu da bizə verir 48. 8. Cavab olacaq D variantı. Baxaq 11-ci suala. Deməli, 11-ci sualda deyilir, veb səhifə ilə eyni alt qovluqda olan infografik faylına istinad doğru göstərilmişdir. Biz bilirik ki, istinadı biz nə ilə verməliyik? A hərfinə verməliyik. Yəni, ya A, ya B variantımız uyğundur. Amma qrafik fayla istinaddan söhbət gedirsə, biz onun nəyinə diqqət eləməliyik? Uzantısına, yəni genişlənməsinə. Baxıram, A-da PNG-dir, B-də WAV-dır. Bizim qrafik faylımıza istinad A variantında doğru göstərilmişdir. 12-ci sualda 16-lıq say sisteminin ən böyük iki rəqəmli cüt ədədini ikilik say sistemində ifadə edin. 16-lıq say sistemindəki bilirik ki, ən böyük iki rəqəmli ədəd F ədədidir. Amma ən böyük iki rəqəmli
tək ədədə düşür də, çünki f-imiz 15-dir. Onda 16-lıq say sistemin ən böyük rəqəmli cütərləri hansı olar? F, Y ədədimiz, F, Y bizim şərtimizi ödəyir. İndi deyir ki, bu ədədi ikilikdə ifadə edin. İkilikdə ifadə eləmək üçün nə edirik? F-i də, Y-ni də 8, 4, 2, 1 qaydasına uyğun ikilik ədədlər formasında təsvir eləməliyik. 8, 4, 2, 1, 8, 4, 2, 1. Deməli, burada nə edirik? F, bu demək ki, birlərlə hamısının altı doludur. Y isə bizdə 14-ü verir. 14-ü də yazmaq üçün 8-in, 4-ün və 2-nin altına 1, 1-in altına 0. Yəni 2, 4, 6, 7. Hamısı 1, axırıncısı 0 olan variantımız hansı variantdır? D variantı. Mətn redaktorunda təhsil millətin təməlidir sözləri yazılıbdır. Aşağıdakı əməliyyatlar ardıcıl icra edildikdən sonra mətndə cəmi neçə söz qalar? Deyir ki, təhsil sözü seçilir və Ctrl-X vurulur. Təhsili mən buradan seçib, Ctrl-X-i vursam, bu buradan silinəcək, yəni kəsiləcək buradan və eyni zamanda Ctrl-X həm də yadda saxlayır həmin sözü. Deyir, təməlidir sözü seçilir və Ctrl-V vurulur. Aha, təməlidir sözü seçildi, Ctrl-V. Ctrl-V-ni vursa, bu yapışdıracaq. Hansı sözü yapışdıracaq? Bura bir dənə təhsil sözünü gətirdi, yapışdırdı. Təhsil. Amma təməlidir sözünə heç bir şey etmədi da. Düzdürmü? Yox, daha doğrusu təməlidir sözünü seçib Ctrl-V-ni vursa, təməli sözü silinib, onun yerinə gəlib təhsil sözü dayanacaq. Bütün mətn seçilir və Ctrl-C klaviş kombinasiyası sıxılır. Mənim hal-hazırda 2 dənə sözüm qalıb. Millətlə təhsil sözü və mən bu bütün mətni seçib təzədən Ctrl-C-ni vursam, yəni millətlə təhsil sözünü kopyalayır. Kursor mətnin sonuna yerləşdirilir. Bir boşluq daxil edilir və Ctrl-V. Yəni millətlə təhsil sözü təzədən başlayır bir dənə də yapışdırılmağa. Olacaq təhsil və millət bir dənə də yapışdı bura. Və deyir, mətndəki ilk söz seçilir. Ctrl-V klaviş kombinasiyası vurulur. Mətndəki ilk söz seçilir. Seçdim. Və bunun yerinə də deməli, kombinasiyası sıxıldı. Ctrl-V klaviş kombinasiyası sıxılır. Bu iki dənə sözü gətirib ən son yapışdırıbdır bura. İndi mətndəki ilk söz olan hər hansı bir sözü yəni seçir və Ctrl-V-ni vurur. Mən hər hansı bir sözü seçib təzədən Ctrl-V vursam, bu silindi buradan, silinəcək. Yerinə bayaqları götürdüyüm bu iki söz əlavə olunacaq. Yəni, təhsil və millət sözü təzədən əlavə olunacaq. Məndən soruşur ki, yerdə neçə söz qalar? 2 dənə bu qaldı, 2 dənə bu gəldi, 4, bir dənə də bu gəldi, 5 dənə sözdür. Gəlin bunu bir dənə də Word-dən yenidən yoxlayaq. Baxaq. Deməli, birinci sözümüzü yazaq. Təhsil millətin gələcəyi təməlidir. Deyir, təhsil sözü seçilir və Ctrl-X vurulur. Təhsil sözünü seçdim, Ctrl-la X-i vurdum. Sonra deyir ki, təməlidir sözü seçilir, Ctrl-V vurulur. Təməlidir sözü seçildi, Ctrl-V vurdum. Aha, təməlidir silindi, gəldi onun yerinə təhsil sözü dayandı. Bu ikincini də həyata keçirdik. Keçirdiksə bunları pluslayaq ki, aha, indi nə edirik? Deyir ki, bütün mətn seçilir, Ctrl-C vurulur. Bütün mətn seçildi, Ctrl-C-ni vurduq, kopyaladıq. Kursor mətnin sonuna yerləşdirilir, gəldik, yerləşdirdik. Bir boşluq da daxil edilir və Ctrl-V klaviş kombinasiyası vurulur. Vurduq. Deyir, mətndəki ilk söz seçilir, bu söz seçilir
Dir mətndəki ilk söz seçilir və Ctrl-V. Ctrl-V. Deməli, bəli, elə 5 dənə söz yerdə qalacaq. Düz həll eləmişik. A variantı. Deyir ki, verilənlər bazası fraqmenti cədvəl şəklində verilmişdir. Uyğun gələn yazılar da bunlarda ayrı nömrələrini müəyyən edin, yazaq. Deyir ki, riyaziyyatda 90-dan böyük olanları gəl birinci seçək. Riyaziyyatda 90-dan böyük olanlar hansılardır? 90-dan böyük. Burada yoxdur. 5 var. 5. Sonra riyaziyyatda 90-dan böyük 7, 8 və 10 var. 7, 8 və 10. And. Ortadakı endimizi qoyuruq. And. İndi baxırıq mötərizəmizin içərisinə. Gəlin buranı da tapaq. Bu mötərizənin içməyə nə verəcək? Deyək, kimyası 80-dən kiçik olanlar və ya 90-dan böyük olanlar bir-bir yazaq ki, qarşılıqlı düşməsin. Kimyası 80-dən kiçik olanları gəlin birinci yazaq. 3-dür. 80-dən kiçik olanlar baxaq. 3, 5, 3, 5, 7 və 9. Bir dənə də or qoyuruq ortaya. Kimyası 90-dan böyük olanlar. Kimyası 90-dan böyük 2 ilə başlayır. 2, 4, bu qədər. İndi biz bunları birləşdirsək, bizə verər, buradan yazaq da əndin yanından. 2, 3, 4, 5, 7 və 9. Bunları tapdıq. 2, 3, 5, 7, 9. 2, 3, 4, 5, 7, 9. Burada orumuz var. Or. İndi gəlin bu mötərizənin içərisində tapaq. Bizə nə verər? Sonra ümumi bunları kəsişdirib birləşdirək. Fizikası 70-dən böyük olanlar. Fizikası 70-dən böyük olanlar 2, 3, sonra 5, 2, 3, 5. Baxaq, bir dənə düz yazırıq. 2, 3. 70-dən böyük olanlar 5, 6, 7 və bu qədər. 2, 3, 5, 6, 7. İndi ortada and var. And. Deyir, fizikadan 85-dən kiçik olanlar. Fisikası 85-dən kiçik olanlar onda olacaq. 1, 2, 3. Sonra nə var burada? 4, 5, 6, 7. 4, 5, 6, 7. Hamısı gedir. 6, 7, 8, 9. 7, 8, 9. İndi mən bunları onsuz da kəsişdirməliyəm. Kəsişdirəndə bu ikisinin kəsişmələri mənə nə verəcək? Ortaqları götürürəm. 2, 3, 5, 6, 7. Yəni 2, 3, 5, 6, 7-ni də gətirib yazıram bura. 2, 3, 5, 6 və 7. İndi bunları kəsişdirsək, bura bizə kəsişməsi nə verəcək bu ikisinin kəsişməsi? Bizə verəcək, deməli, ortaqları baxaq. 5, 7, 5, 7. Buradan 5, 7 verir. 5, 7. Bu orla da birləşdirsək, baxın təzədən yazaq. 2, 3, 5, 6, 7, 2, 3, 5, 6, 7. Bunları da birləşdirsək ən sonda bizə verəcək elə bunların birləşməsi 2, 3, 5, 6, 7. 2, 3, 5, 6, 7. Yəni neçə dənə uyğun oldu yazı? 2, 3, 5, 6, 7 də düzdürmü? 2, 5, 5 dənə yazı cəmi. 5. Yəni bizdən yazıları istəyir. 2, 5, 6, 7 oldu. Baxaq. 3 niyə burada qaldı? 2, 5, 6, 7. Ortada 3-ümüz səhv gedibdir. Ortada 3-ümüz səhv gedibdir. Niyə? Bir dənə baxaq. Buradan bizə verirdi 5, 7, 2, 3, 5, 7. Fizikası. Baxaq, bu hissəni düz yazdıqmı?
Burada nə səhvimiz var? Burada bunun kəsişməsində 3-ü artıq yazmışam. Baxın, burada bu artıq yazılıbdır. Çünki fizikası 85-dən kiçik olanlarda 3 yoxdur. Ona görə buradan da 3 avtomatik silinir də birləşməsində. Onda 2, 5, 6, 7 variantı doğru olacaq. B variantı. Gəldik 15-ci suala. 15-ci suala deyir ki, 71 səhifədən ibarət olan informasiyanın ilk 3 və son 4 səhifəsində 71 dənə səhifənin ilk 3 və son 4 səhifəsi cəmi 7 dənə səhifə edir. Deyir, yəni bu 7 səhifədə nələr var? Qrafik informasiyamız var. Qrafik informasiyanın həcmini hesablayaq. 2 üstü 7 vurulsun 2 üstü 7 və vurulsun RGB qrafik təsvirdə. RGB qrafik təsvirdə də bir rəngin tutduğu yer 24 bit və yaxud da 3 bayt kimi də yaza bilərik. 3 bayt. Mən bunun cavabını 21 vurulsun 2 üstü 14 bayt alıram. Amma məndən axırda görürəm ki, cavabı kilobaytla istəyirsə, çevirməliyəm bunu deməli 2 üstü 10-a bölərək, 2 üstü 10-a baxaq, baytdayıq, kilobayta gedəndə 2 üstü 10-a bölürük düzdür. 2 üstü 10 burada gedir, 2 üstü 4 qalır burada. Yəni 21 vurulsun 16 qalır. 21-i də 16-ya vuranda bizə neçə kilobayt qrafik təsvir verəcək? Deməli 21-in 16-ya vurulmasını tapmalıyıq. Vuranda 2, 3, 336 eləməlidir də, bəli. 336 kilobayt. Yazdıq bunu. İndi bizdə qaldı mətn tipli informasiyamız. Deyir, digər səhifələrin hər birində 71 səhifəmin 7-si gedibdir. 71-in 7-si gedibdir. Onda geriyə qalır nə qədər səhifə? 64 səhifədə düzdür. 64 səhifə vurulsun. İndi mətni hesablayırıq. Vurulsun. 32 sətir, 205 sətir və deyir ASCII ilə kodlaşıbdır. 64 dənə simvol var. 206 simvol. ASCII-də bir simvol tutduğu yer 1 bayt. İndi 2 üstü 6, 2 üstü 5, bu da 6, 12, 5, 17. 2 üstü 17 bayt edir bu. 2 üstü 17 bayt. Və mən bunu kilobayta çevirsəm, bölməliyim 2 üstü 10-a. Yəni, nəticə etibarilə burada 2 üstü 7 qalacaq. Bu da mənə verəcək 128 kilobayt. Mən indi ümumi həcmi tapmaq üçün 336 qrafik informasiyanın həcmi ilə 128 mətn tipli informasiyanın həcmini toplayıram. Deməli, 336 ilə 128-i toplayırıq da, düzdürmü? Hə, toplayanda da bizə cavabı verirmi? Verir. 464 kilobayt. 464 kilobayt. B variantı. Python dilində tərtib olunmuş proqramın nəticəsini müəyyən edin. Baxıram, x 4-dür, y 6-dır. Deyir, x-in kvadratı, yəni 16, içəridən baxıram birinci mütərizəyə, 16 çıxılsın 6. Düzdürmü? X-in kvadratı 16 verir. 16-dan da 6 çıxanda bu mənə 10 verir bu mütərizənin içərisi. Üstü 0.5 olmaq nə deməkdir? Kök altda 10 deməkdir bu. Yəni, 10 üstü 2-də 1 və ya da 0.5 kök altda 10. Bu oldu kök altda 10. Kök altda 10-dan təxmini nə çıxar biz yazmalıyıq? Kök altda 10, kök altda deməli 4 ilə, kök altda 4 ilə nəyin? Kök altda 4 ilə yoxsa kök altda 16. Aha. Demək, kök altda tapa bilərik də 16 ilə yox. Belə yazaq da. Baxın. Daha doğrusu kök altda 9 ilə kök altda 16-nın arasında yerləşir də bu təxmini. Kök altda 9-dan 3 çıxır, bundan da 4 çıxır. Bunu mən deməli 3 tam neçəsə götürə bilərəm bu ədədi. Deməli bu 3 tam neçəsə ədəddir. Ədədi təxmini çıxartdım da, yəni lap yazıram 3,2 məsəl üçün yazaq. 3,2. İndi deyir ki, həmin tapdığın bu z ədədin böyük bərabərdirmi 4-dən? Deyirəm, yox. Onda deməli, nə bu if ödənməlidirsə, içərisinə də daxil ola bilmirəm.
Düşürəm elif hissəsinə. Deyir, tapdığın 3,2 2-dən kiçikdirmi? Deyirəm, yox. Bu elifim ödənmədisə, düşürəm növbəti elifimə. Deyir, 3,2 hardasa bərabərdirmi 3,5-ə? Yəni, sırf 3,5-ə bərabərdir, biz bunu deyə bilmərik. Deyə bilmərik. Düşmür də, yəni 3 tam onda neçəsə və ya da 3,2 filan belə bu civarlarda düşür. Yəni sırf 3,5-in özünə bərabər deyil. Bu da ödənmir. Onda mən else-dəki -1-i çapa verəcəm. Cavabımız olacaq Y variantı. Gəldik, deyir ki, məlumatda neçəsi qalın şriftlə əks olunar? Neçəsi qalın şriftlə əks olunar? Baxaq qalın şriftlərə burada. Baxaq qalın şriftlərə. Bir buradadır B-lərin arasında. Bir strongumuz var. Bir də bax bu var. 3 dənəsi. B variantı. Gəldik 18-ə. Deyir ki, A2, C2 diapazonuna uyğun qurulmuş diaqrama əsasən C1-in qiymətini tapın. C1 x-dir. İndi burada saat əqrəbi istiqamətində baxırdıq diaqramımıza. A2, C2 əsasən qurulubsa, A2-dir. Bu B2-dir, bu da C2-dir. Yəni, buradan belə çıxır ki, A2 ilə C2 qiymətləri bir-birinə bərabər olmalıdır. Gəlin A2-ni tapaq. A2 B1 plus C1 vurulsun 2-dir. B1-imiz 3-dür. 3 plus x kimi düşünək bunu. 3 plus x vurulsun 2. Bu bizə açılışda nə verəcək? 6 plus 2x verir. Bu tərəf C2 nə verir? A1 vurulsun 2. Yəni 10, bu da 10, 20. Bunda belə çıxır ki, buradan 2x plus 6 bərabərdirsə 20-yə, yəni A2, C2-ni dedik, axı bir-birinə bərabər olmalıdır, faizləri eynidir. Bu 6 plus 2x də bərabərdirsə 20-yə, 2x bərabərdir 14-ə, x də bərabərdir 7-yə. 7. Bizdən də elə bu buranı istəyirdi, C1 istəyirdi 7. B variantı. 1 megabayt həcmə malik fail müəyyən mübadilə kanalı ilə bu qədər sürətlə ötürülür. Bu zaman ərzində bu sürətlə bəs deyir neçə kilobayt həcmə malik fail ötürmək olar. Baxaq. Deməli, burada Q bərabərdir VT düsturumuzdan istifadə edirik. Q bərabərdir VT düsturu. VT. İndi bizim birinci həcmimiz 1 megabaytdır. Təbii ki, mən bunu bitlə eyniləşdirməliyəm ki, ölçü vahidlərimiz eyni olsun. Megabaytdan bitə keçəndə küstü 33-ə vurmaq lazımdır. 223-ə vurmaq lazımdır. 1 vurulsun 223. Kimi yazıram bunu? 223 bit. Bit. V-miz var, bəli. 222 bit böl saniyədir. Amma zamanımız yoxdur. T-miz isə yoxdur. Biz buradan T-ni axtarırıq. T bərabərdir 223-ü 222-yə böləndə bizə verəcək 2 saniyə. Vaxtımızı tapdıq. İndi bizə deyir ki, bu zaman ərzində, yəni tapdığımız 2 saniyə ərzində bəs bu qədər sürətlə ötürülsə, neçə kilobayt həcmə malik olar? Yenə həmin düsturdur, amma burada təzədən biz həcmimizi tapmalıyıq. Sonraki həcmimizi. Artıq saniyəni tapmışıq 2-dir. Sürətimiz isə növbəti dəfə 220 olubdur. Bu bizə verir 221, 221 bit. Amma bizdən cavabı kilobaytla istəyir deyə mən bölməliyim 213-ə. 213-ə də böləndə ixtisar gedəcək, qalır 208, 208, o da bizə 256 kilobayt həcm verəcək variantı. Sonra 20-ci suala baxırıq. Deyir ki, Qarabağ, Azərbaycan, buraları silək. Deyir, Qarabağ Azərbaycandır ifadəsi verilib. Deyir, birinci bunu apır elə. Apır eləsəm, apır eləsəm, böyüyəcək hamısı. Qarabağ Azərbaycandır olacaq. Yəni, hamısı böyük hərflərlə olacaq da, bax bunları. Vurub, düzədək bunları.
Azərbaycandır. Yəni bu esimizin təzə qiyməti olacaq. İndi burada da nida işarəmiz və burada q da özü də böyükdür, onsuzdur. Deyir, indi bunu split elə boşluğa görə. Bunu split eləyəndə boşluğa görə. Deyir, bax, bu boşluqdan ayırıb siyahının içərisinə atacaq sözləri. Bu nidamızdır bu arada. Bu da ayrıca bir söz kimi olacaq. Bu da ayrıca bir söz kimi. Qarabağ sözü bir də Azərbaycan sözü bir sətrin içində. İndi deyir ki, eğer boş bir sətrimizdir, yaxşı. İndi deyir for in s. Yəni for in s o deməkdir ki, siyahının içərisindəki elementlərə bir-bir müraciət elə. Baxıram, siyahının içində bir Qarabağ sözü var. Bir də Azərbaycandır sözü var. Birinci gedib Qarabağdır sözünə müraciət elədi s-in içərisində. İndi deyir, həmin müraciət etdiyi sözdə şərtə düşürəm. Həmin müraciət etdiyi sözdə sıfırıncı mövqedə dayanan hərf hansıdır? Deyirəm, q hərfidir. Böyükdürmü a-dan? Bəli, böyükdür. Onda deyir, gəl, bax, buranı həll elə. Yəni, bunun sıfırıncı mövqeyində nə dayandı? Bunun sıfırıncı mövqeyində q hərfi dayandı da. Deyir, böyükdürmü a-dan? Bəli, böyükdür. Burada deyir, yəni boş sətir. Üstə gəlsin, i-nin birinci mövqeyi. Bizim hal-hazırda sözümüzün sıfırıncı mövqeyində bax, bu dayanır. Birinci mövqeyində bu dayanır. Yəni, böyük A üstə gəlinsin 1. Bizə verərmi? A1. Birləşdi, A1 oldu. Aldıq. İndi bu getdi. Bu sözlə işimiz bitdi. İndi deyir, i növbəti dəfə bu s-in ümumi bax, bu sözə müraciət edəcək. İndi bu sözün deyir, sıfırıncı mövqeyində nə dayanır? Böyük A dayanır. Böyük A, böyük A-dan böyükdürmü? Böyük deyil. Artıq prosesimiz dayandı, şərtimiz ödənmədi. Ən son nə aldıqsa cavabımız odur. Variant. Baxaq 21-ci suala. Def sualıdır. Deyir TH34. Biz TH34-ü tapmaq üçün qalxırıq birinci defə. A-nın yerində 3, B-nin yerində dayanır 4. Bərabərdir. A oldu 3. Üstə gəlsin. İndi deyir ki, x 3, 4-ü bunun üzərinə gəl. Amma x 3, 4 mən hələ bilmirəm qiyməti nədir. Düşüb onda ikinci defdə yoxlayıram. Deyirəm, bu 3-dürsə, əgər bu da 4-dürsə, bizə görək nə qiymət verəcək. Deyir, A-nın üzərinə 2 gəl, 5. B-ni də 3-ə vur, 12. 12. Buranın da cəmi return bizə nə qaytaracaq? 17. Deməli, mənim burada gəlib aşağıda hesabladığım qiymət, bura mənə 17-ni qaytardı. 17 ilə 3-ün cəmi mənə verdi 20. Bu 20, bu A-mızın qiyməti oldu. İndi gəlirəm bura. Deyir, XX, BA. XX, B-miz nədir? Dəyişməyib də bayaqdan 4-dür. A isə bayaqları dəyişdi, ha, oldu 20. Üstə gəlinsin. Üstə gəlinsin. B-mizin qiyməti də elə 4. Mən x4 20-ni gedib hesablayım, görüm neçədir? Bunları sıfırlayaq buradan. İndi 4 20-ni hesablayırıq. 4 20. Deyirəm ki, 4 ilə 2-nin cəmi 6, 20 ilə 3-ün hasili 60. 20 ilə 3-ün hasili 60. Aha. Bunda cəmi bizə 66-nı verir. 66. Bura oldu 66. 66 ilə də 4-ün cəmi 70. Bəs deyir, indi ən sonda bax, buranın returnu mənə nə qaytarır? 70 ilə 20-nin cəmi 90-ı qaytarır. Yəni, cavabımız olmalıdır 90. Baxaq, B variantı. Cədvəldə faylların adları və onların informasiya həcmləri verilib. Bütün qrafik faylların diskdəki həcmini kilobaytdan müəyyən edin. Qrafik faylları gəlin birinci seçək. JPEG və ODC. İndi 330 kilobaytdırsa və bir klasterin ölçüsü 8 kilobaytdırsa, onda mən gərək 230-u 8-ə bölüm ki, görüm neçə düşür. 230-u 8-ə bölsəm, burada bölək. Bu mənə nə qədər klaster verər? Neçə klaster verər? 28 tam neçəsə verir. Bir dənə orada qalıq qalan da üstünə gəlirəm. Bu mənə verir 29 klaster. Mən 29 klasteri təkrardan gətirib bir də 8-ə vururam ki, görüm diskdə tutduğu həcm nə qədərdir. 29-u da təzədən təkrardan 8-ə vursaq bizə 232 verəcək. 232
dən baxım. Diskdəki həcmini kilobaytla müəyyən edin. Kilobaytla müəyyən edin. Aha, yazaq 232 kilobayt. İndi bir də 202-ni təkrardan 8-ə böləndə, 8-ə böləndə. Bu bizə verəcək, deməli, 202-nin 8-ə bölünməsi bizə hardasa verir 25 tam neçəsə, o da bir dənə qalğılı üstünə gəlirəm, 26 edir. 26-nı təkrardan gətirib 8-ə vursam, 26-nı təkrardan gətirib 8-ə vursam, mənə verəcək 208. 208. 232 ilə 208-i toplayanda bizə ümumi, heç nə. 232 burada alınıb, 208 də burada alınıb. Bunun cəmimizi neçə verəcək? 440. Deməli, bu qrafik faylların diskdə tutduğu həcm 440 kilobayt olacaq. A variantı. Baxaq 23-cü suala. Deməli, baxırıq 23-cü suala. 23-cü sualda, burada 200-dür. Bunu düzəldək. Sizdə düzgün formadadır o. 200 vurulsun 220, 2 dəfə düzdür. Gəlin bunu hesablayaq. Görək nə deyir. Yenə burada 2 bərabərdir VT düsturumuzdur onsuz da. Amma birinci hissədə deməli zamanımızı tapaq. Zamanı tapmaq üçün 2 bərabərdir VT düsturunda T bərabərdir 2 bölünsün V yazaq. Yükümüz 800 megabaytdır ən birinci hissədə. 800 megabaytı bitə birinci gəlin çevirək. 800 vurulsun 223 formasına yazmalıyım. Və sürətimiz isə 200 vurulsun 220-dir. 220. 200 ilə 800 getdi. Burada qaldı 4. Bu 220 ilə də 200 getdi. 203 qaldı. 4 vurulsun 8. Bu mənə verdi 32 saniyə. 32 saniyə. İndi mənə deyir ki, bu zamandan 2 dəfə daha çox müddət ərzində. Yəni 32 saniyədən daha çox müddət ərzində, 2 dəfə daha çox müddət ərzində şey vururuq da. 64 saniyədən söhbət gedəcək, daha sonra 64 saniyədən. İndi bu saniyə ərzində bu qədər sürətdə bəs nə qədər megabayt həcmi olar? İndi mən 2 bərabərdir VT düsturundan təzədən istifadə edirəm. T 64-dür. Yəni 64 saniyəni 206 saniyə kimi yazıram. Sürətimiz isə 55 vurulsun 2 üstü 20-dir. 2 üstü 20 bit. Mən burada cavabı bitlə alacağım. Amma megabayta çevirmək üçün mən təzədən gələk bitdən megabayta 223-ə bölüm. Yuxarıda məndə qalacaq 55 vurulsun. 55 vurulsun 2 üstü 26. 2 üstü 26 bölünsün 2 üstü 23. Gedəcək. Da getdi 2 üstü 3 qaldı. Yəni sonuc olaraq 55 vurulsun 8 megabayt yazaq. 55 olsun 8 megabayt qalır. 55-i də 8-ə vuranda bizə 440 megabayt verəcək. 440 megabayt, yəni cavabımız olacaq 440 megabayt. Gəldik 24-cü suala. X3, Y2, Z6. Gəl indi deyir, şərti yoxla. Şərti yoxla. X3, Y2, Z6. Deməli, Y deyir böyükdürmü X-dən? 2 böyükdürmü 3-dən? 2 böyükdürmü 3-dən? Xeyr, böyük deyil. Onda yox qoluna düşürəm. Yox qoluna düşəndən sonra deyir, Z böyükdürmü Y-dən? Bəli, böyükdür. Onda hər qolu ilə düşürəm, X-lə Y-i cəmləyirəm. Bu mənə verir 5. Deyir, D bərabər X plus Z. 5 plus Z-in qiyməti amma dəyişməyib 6-dır. Bu da mənə verir 11. D-nin 11 qiyməti çıxışa gedəcək. Onluq sayısında verilmiş. 40 vurulsun 16 üstü 40 ədədinin 8-lik sayısını təsvir edeyim. Birinci mən bunu 40-ı yaza bilərəm. 5 vurulsun 8 kimi, yəni 5 vurulsun 2 üstü 3 kimi. 16 üstü 40-ı da 2 üstü 4 üstü 40 kimi yaza bilərəm. O da mənə verər 2 üstü 160. Bunu da mən 5 vurulsun 5 vurulsun 2 üstü
5 vurulsun 2 üstü. Nə yaza bilərəm? 163. Aha, artıq məndən deyir ki, 8 sistemində təsvirini soruşur. Mən bunu 263, bunu yazaram 5 vurulsun. 2 üstü, 3 üstü neçə kimi? 163-ü 3-ə bölsəm, mənə düşər 54-də, tam 54 düşər. 2 üstü, 3 üstü 54. Amma 54-ü 3-ə vuranda, 54-ü 3-ə vuranda mənə 162 verir. Deməli, bir dənə də burada var. 2 qaldı, bir dənə də burada. Onda belə bir şey alınır da. 10 vurulsun. Daha doğrusu 8 üstü. 8 üstü. Nə kimi yaza bilərəm? 54 kimi. 8. Ha, 8-i say sistemində 10 ədədimiz yoxdur. Onu da 8-liyə çevirək. Onu 10-luqdan 8-liyə çevirsək, onu 10-luqdan 8-liyə çevirsək, belə-belə getməliyik də. 1 qalacaq ki, 1-2 şəklində yazmalıyıq. 1-2 şəklində yazmalıyıq. Amma 1-2 8-likdə olsa belə, 1-2 8-likdə olsa belə bunu necə yaza bilərik başqa? Yəni gəlin bunu bu formada yazsaq daha düzgün olar, beyninizi qarışdırmayım. Baxın, bu elə birbaşa vurma kimi yazmıram. Bunu plus kimi yazıram, daha qısa alınsın. 40-ı nəyin cəmi şəklində göstərmək olar? 32 ilə 8-in cəmi şəklində. Yəni 2 üstü 5, 2 üstü 5 ilə nə dedik? 32 ilə 8-in 2 üstü 3-ün cəmi şəklində yazıram. Bu da bunu da, 16 üstü 40-ı da çevirəcəm. İndi bunu da yazırıq. 16 üstü 40-ı 2 üstü 4 üstü 40. O da 2 üstü 160 verir mənə. 160. İndi gəlin bunu vurub açaq. Bu mənə verəcək 2 üstü 5 vurulsun 2 üstü 160. Vuranda üstlər toplanır da düzdürmü? Olacaq 2 üstü 165. Üstə gəlsin 2 üstü 163. İndi mən bunu 8-lik say sistemində təsvir eləməliyəm. Təbii ki, 8-lik say sistemini təsvir eləmək üçün nə etmək lazımdır? 3-ə bölmək lazımdır. Mən 2 üstü 165-i 2 üstü 3 üstü neçə şəklində yaza bilərəm? 2 üstü 3 şəklində yazmaq üçün 165-i 3-ə böləndə məndə düşər 55. 2 üstü 3 üstü 55 şəklində yazaram. Plus, bunu da yazaram 2 üstü 3 üstü 163-ü bəs 163-ü bəs 3-ə bölsək neçə düşər? Hardasa 54 tam neçəsə düşər, yəni tam 54 düşər. 54-ü də 3-ə vuranda mənə verər 162, burada da bir dənə onda 2 qalacaq. Yəni sonuç olaraq alınır 8 üstü 55 və plus 2 vurulsun 8 üstü 54. Yəni, o deməkdir ki, böyük rəqəm, böyük ədəddən baxıram, bu deməkdir 1 ardında 55 ədəd 0, 8-likdə neçə rəqəmli ədəd yaradır? 56 rəqəmli ədəd yaradır. Yönəldilməmiş qrafın qonşuluq matrisi aşağıdakı kimi verilib, A, Y təpələri arasındakı məsafəni müəyyən edin. Baxaq, burada bir dənə yol gedən görürəm, C yolu var. Və aşağıdakı hansı təpədən bir yol gedir? Bir təpəsindən. Deməli, C-yə uyğundur bir təpəsi. Və bu bir təpəsi hansı təpə ilə birləşib? Baxaq, bir təpəsi burada 2 təpəsi ilə birləşib. Onda bu B də burada 2-dir. Artıq bunu tapa bilərəm A-nı. Deyir 2-nin, 2-yə baxıram. Yox, hələ tapa bilmərik. Niyə tapa bilmərik? Çünki bir dənə də yolu var. Başqa nəyi tapa bilərik? 2 dənə yol çıxanlar var. 3 dənə, 1, 2, 3, 4 dənə yol çıxan var. Burada D təpəsi. Hansından baxıram? Hansı təpədən 4 yol gedir bizim aşağıdakı cədvəlimizdə, matrisimizdə daha doğrusu? 4 təpəsindən 4 yolumuz gedir. Deməli, bu D burada 4-dür. D burada 4-dür. Bunu da tapdıq. Və A-nı da tapa bilərik bəlkə. İndi ehtimalları yoxlayaq. Yoxlayaq ki, görək A, 2 təpələr hansılar? Qalıbdır ki, onlardan 2 yol çıxır.
Baxın, burada 3 təpəsindən 2 yol çıxır. 5 təpəsindən 2 yol çıxır. Bir də 6, 7 təpəsindən 2 yol çıxır. Mən tutaq ki, deyirəm ki, elə bir təpə seçməliyəm ki, ən azı bunun bir qolu 2 təpəsi ilə əlaqəli olsun. 2 təpəsi ilə əlaqəli olanlar, bir dənə burada baxıram ki, 3 təpəsidir. 3 təpəsinin bir burada 2 ilə əlaqəsi var. Bir də 5 ilə əlaqəsi var. Onda deyirəm ki, bu 5-dirsə, görüm uyğun gəlirmi? 5 təpəsinin deyir, 3 və 4 ilə əlaqəsi olmalıdır. 3 və 4 ilə əlaqəsi olmalıdır. Aha, bunu da tapdıqsa, artıq bizdən onsuz da AY təpələr arasındakı məsafəni istəyir. Yəni, baxın, buradan bura, yəni 3 ilə 5 arasındakı məsafəni istəyir. 3 ilə 5-in kəsişməsində neçə dayanır? 17. Gəldik 27-ci suala. Uyğunluğu müəyyən edin. Xidməti klavişlər. Baxaq, burada xidməti klavişlərimiz. Hə, kursor idarə etmə klavişləri home, end, page up, page down və 4 dənə yuxarı, aşağı, sağa, sola oxlardır. Ona görə gəlin bunu uyğunlaşdıraq hazır. A və C uyğundur buna. Hərf rəqəm klavişləri, bir dənə hərf olan var burada Y variantı və geriyə qalan delete, daha doğrusu delete, control, end bunlar da xidmətidir. B, daha doğrusu B və daha doğrusu control